öldürəcək və yenə dirildəcək. Daha sonra isə siz ona qaytarılacaqsınız. Yer üzündə olanların hamısını sizə görə xəlq edən, sonra göyə tərəf yönəlib onu 7 qat göy edən odur. O, hər şeyi bilir. Sənin Rəbbin mələklərə, mən yer üzündə bir canişin bərqərar edəcəyəm dedikdə, onlar, biz səni həmd-i səna ilə təriflədiyimiz və səni müqəddəs tutduğumuz halda, sən orada fəsad törədib, qan salacaq bir kəsmi yerləşdirəcəksən, söylədilər. O dedi, şübhəsiz ki, mən sizin bilmədiyiniz